Hər kəsə salam. 9-lar üçün belə bir test izahı verəcəm. Diqqətlə dinləyin. Birinci sualı çox işləmişik və mən belə bir asan yolu öyrətmişdim ki, məxrəcdəki eyni olan ədədləri ixtisar aparırıq. Məxrəcdə qalan ədədlərin hasili 2 vur 17-ni yazırıq məxrəcə. Surətdəki ədədlərin cəmini isə surətə yazırıq. Burada da 5 dənə 17 olduğu üçün 5 vur 17 yazıram və 17-lər ixtisar gedir. 2-də 5 qalır. 5-i 2-yə böləndə 2 10-da 5 edir. Deməli cavab Y bəndi. Doğrudur. İkinci sualda deyir, sonlu onluq kəsir şəklində göstərilə bilər. Sona diqqət. Bilməz də ola bilər, bilər də ola bilər. Ona görə diqqətlə şərti oxuyun ki, beynimizə belə deyim siqnal geçsin ki, hansı dərsə aiddir və hansı qaydadır. Demişdik ki, birinci ixtisara baxırıq. Əgər ixtisar apardıqdan sonra məxrəcdəki ədədi sadə vuruqlarına ayırdıqda yalnız 2-lər, yalnız 5-lər, yəni hasili varsa, deyəcəyik sonlu onluq kəsirdir. 2 və 5-dən başqa ədəd varsa, deyəcəyik sonsuz dövrü onluq kəsirdir. Deməli, ixtisar aparırıq 29-da, 24-də 9-u 3-ə böləndə qalır 8-də 3. Məxrəcdə 2 vur 2 vur 2 olduğu üçün yalnız 2-lər hasilidir. Deməli, A bəndi doğrudur. Çünki bizdən sonlu onluq kəsir şəklində göstərilə bilər deyir. Digər variantlarda təbii ki, izah edəcəm. Məsələn, ixtisar getmir 45-də 11-dir. Məxrəci 3 vur 3 vur 5 şəklində sadə vuruqlarına ayıranda görürük ki, 5-dən başqa nə var? 3-lər var. Ona görə sonsuz dövr onluq kəsirdir. C bəndində 36-da 11-də ixtisara getmir. Məxrəci sadə vuruqlarına ayıranda 2 vur 2 vur 3 vur 3 görürük. 2-lərdən başqa 3-lər olduğu üçün yenə sonsuz dövr onluq kəsirdir. D bəndinə baxanda burada da ixtisar getmir. 48-i 2 vur 2 vur 2 vur 2 vur 3 sadə vuruqlarına ayırdıq və gördük ki, 2-dən başqa 3 var. Ona görə yenə bu da sonsuz dövr onluq kəsirdir. 72-də 5-də ixtisar getmir. Yenə məxrəci sadə vuruqlarına ayıranda 2 vur 2 vur 2 vur 3 vur 3 şəkildə sadə vuruqlarına ayrılışında görürük ki, 2-lərin hasilindən başqa 3-lər də var. Yenə bunu da götürə bilmirik. Deməli, cavab A bəndi. Doğru cavabdır. Üçüncü sualda bizə deyir ki, deməli, bu verilən ədədin 18-ə bölündüyünü bilərək. Burada yada düşür ki, 18-ə bölünən ədədlər həm 2-yə, həm də 9-a bölünən ədədlərdir. Hansı ki, demişik, sonu cütlə bitməlidir. Bir də rəqəmlərinin cəmi 9-a bölünməlidir ki, 18-ə tam bölünsün. Və bizdən AB hasilinin ən böyük qiymətini istəyir. Deməli, 2-yə bölünən ədədlər nə idi? Sonu bilirik ki, cüt ədədlə bitməlidir. 0-la, 2-ilə, 4-lə, 6 və 8-lə bitməlidir ki, 2-yə bölünsün. İndi isə yoxlayacaq rəqəmlərinin cəmi 9-a bölünən ədəd. Əgər sonu 0-la bitsə, toplayırıq, görürük ki, rəqəmlər cəmi 18 edir. Onda deməli 18-in üzərinə 9 əlavə etməliyik ki, belə deyim, 27 olsun və tam bölünsün 9-a. O zaman 18-ə bölünər. 9 vur 0 şəklində yazsaq, hasil bərabər olacaq 0-a. Bu ən kiçik qiymətdir. Deməli, 0-ı yoxladıq, bu deyil. 2 yazsaq sonuna, o zaman rəqəmlərinin cəmini toplasaq eləyəcək 20. 20-nin üzərinə 7 əlavə edəndə olur 27 və 9-a tam bölünür. Deməli, A 7, B isə 2-dir, hasili 14-ə bərabərdir. 2-ni də yoxladıq, hələ ki dayanır. 4-ü yazanda sonuna 4 əlavə edəndə yenə rəqəmlərinin cəmini toplayıram, eləyir 22. 22-nin üzərinə neçə gələndə 9-a tam bölünür. Təbii ki, 5 əlavə eləyəndə 27 olur, 9-a tam bölünür. O zaman bu ədəd 18-ə bölünər. Deməli, 4 B-sidir, A-sı da 5-dir. 4 vur 5, yoxladıq ki, neçə eləyir? 20. Deməli, ən böyük qiyməti olacaq 20 B bəndi. Çünki 6-nı yoxlayarkən, gəlin digərlərini yoxlayaq, 6 olarsa, o zaman olacaq 24. 24-ün üstə 3 əlavə eləməliyəm ki, deməli, 27 eləsin, 9-a tam bölünsün. Deməli, 3 vur 6 neçə eləyir? 18. 20-dən, bax, 7 vur 2-ni silirəm. 20-dən kiçikdir. Sonra 4, 6, 8 misal üçün. Sonu 8 ilə bitsə, rəqəmlərinin cəmi eləyəcək 26. 26-ın üzərinə neçə gələrəm? Təbii ki, 1 gələrəm. Çünki 9 gələ bilmirəm, nə də 10 yaza bilmirəm. Belə deyim ki, daha doğrusu 10 yazsaq bir rəqəm yazmalıyam da, bir dənə dəyişəndir.
Hə, deməli 1 əlavə eləməliyəm ki, 18-ə tam bölünsün. Deməli bu 27-dir ki, hansı ki 9-a tam bölünür. Deməli 8 vur 1 8 elədir. Ən kiçik qiymət. Deməli cavabımız 20 doğrudur. Tapdıq ki, B-si 4, A-sı da 5 imiş ki, həm 18-ə tam bölünür, həm də 5 vur 4 hasili ən böyükdür. Bu üçüncü sual çox maraqlı idi. Dördüncü sualda deyir ki, N-in neçə natural qiymətində, burada cavab B bəndidir. N-in neçə natural qiymətində bu kəsir düzgün kəsir olar. Düzgün kəsir mənfi olmayan adi kəsirlərdir. Hansı ki demişdim, axı adi kəsirlər özü mənfi ola bilməz. Surəti məxrəcindən kiçik olmalıdır və ya məxrəc surətdən böyük olmalıdır. Deməli, əgər N-ə 1 versək, belə deyim, 1 yazsaq, olacaq burada 5, yuxarıda mənfi 3 ola bilməz. Deməli, N 1-ə bərabər qiymət ala bilməz, mənfidir. 2 yazsaq N-in yerinə, bu eləcək 7, bu eləcək 1. 7-də 1 düzgün kəsirdir. Bəli, 2-ni ala bilər. Sonra 3 yazsaq eləyəcək 5, burada eləyəcək 3 yazsaq 9. 9-da 5 düzgün kəsirdir. Bəli. Sonra 4 yazsaq N-in yerinə eləyəcək 9, burada da eləyəcək 11. Bəli, 4-ü də ala bilir, çünki düzgün kəsir alındı. 5 yazsaq eləyəcək 13, bu da 13, xeyr, düzgün olmayan kəsirdə. 6 yazsaq təbii ki eləyəcək, deməli 6 yazsaq 17 bölünsün 15, bu da düzgün olmayan kəsir. Yəni getdikcə düzgün olmayan kəsir alınır. Neçə qiymətində? Neçə natural qiymətində? 3 dənə natural qiyməti yaza bilirik. 5-ci sualda, B bəndi. 5-ci sualda deyir ki, A ilə B qarşılıqlı sadə ədədlərdir və A plus B cəmi 12-yə bərabərdir və buna görə də hasilin ala biləcəyi ən böyük və ən kiçik qiymətlər cəmini tap. Birinci qarşılıqlı sadə ədədlər deyirik ki, yalnız birə və daha doğrusu heç bir ortaq böləni olmasın. Yəni ortaq sadə vuruqları olmayan ədədlərə qarşılıqlı sadə deyirik. Hətta buna yalnız birə və özünə bölünən ədədlər də daxildir. Birinci yada düşür bir qayda ki, bir ədədi nə sadə, nə mürəkkəbdir, amma bir ədədi ilə bütün ədədlər qarşılıqlı sadədir. Deməli, ən kiçik qiymət 1 plus 11 yazsaq, qarşılıqlı sadədir. Məsələn, 2 plus 10 yazsam, ortaq bölənləri var 2-dir. 3 plus 9 yazsam, ortaq bölənləri 3-dür. Yəni, belə-belə yoxlaya da bilərsiniz əslində. Bir də burada 7 ilə 5 var, hansı ki, 2 sadə ədədin cəmi 12 eləyir, düzdür? Deməli, hasili 11 eləyir, hasili 35 eləyir. Deməli, ən kiçik hasil 11, ən böyük hasil 35-dir. Bizə də bu ədədlərin cəmini tələb eləyir. 11-in üzərinə 35 gələcəm, eləcək 46. Cavab A bəndi. Daha bir qalıqlı bölməyə aid sualımız var. Təbii ki, hər zaman 9-cu sinif buraxılış imtahan, belə deyim, modellərində də, sınaqlarında da qarşımıza çıxır. Deyir, deməli, bölünən 58, bölən x, natamam qismət 3, qalıq isə 4-ə bərabərdir. 58-in içində 3 neçə dəfədir, ona baxacaq, 18. Təbii ki, 58-i 18-ə böləndə 3 dəfə eləcək 54, qalıq da 4-ə bərabərdir. Yoxlanması necə idi? Böləni natamam qismətə vurub, üzərinə qalığı əlavə edirik. Bəli, 54-ün üzərinə 4 gələndə eləcək 58. Doğrudur yoxlanması da. O zaman cavab C bəndi 18 imiş x. 7-ci sualda deyir ki, həm 2-yə, həm də 11-ə tam bölünən ədəd. Həm 2-yə, həm 11-ə tam bölünən deyəndə biz bu şəkildə ifadəni də qaydada qeyd eləmişik ki, həm 3-ə, həm 5-ə, həm 2-yə, həm 11-ə deyəndə əköb tapırıq. Yəni, əköbləri neçə eləyir? 22. Həm 2, həm 11-ə bölünür. Sonra 22, 22 artıracaq. 44, 66, 88 və s. Və 2 rəqəmli istəyir bizdən. Çoxlu olur. Çünki 2 rəqəmli istədiyi üçün 4 ədəd ala bilir. Cavab D bəndi. 8-ci sualda belə bir sonsuz dövranlıq kəsirlərə aid bir misalımız var və burada müqayisədir. Mən nə demişdim? Asan yol çevirmədən nə edirik? Davam edirik. Mötərizəni açarkən nədir dövr eləyən burada? Deməli, burada dövr edən baxırıq ki, 89-dur. Deməli, 89, 89, nöqtə yaza bilirik. B-də nədir dövr eləyən? 9, 9, 9, nöqtə dövr eləyir.
Burada mötərizələr qalxanda görürük ancaq 9'lardır və müqayisə edək deyir. Tamları eynidir. Üzərindən xətt çəkirik. Zaten tamlar bərabərdir. Tamdan sonra, yəni vergüldən sonra gələn ədəd 8, 8. Bunda isə 9. Demək, ən böyük nədir? C-dir. Sonra baxırıq bu A ilə B-yə. Belə deyim, C ən böyükdür. Çıxdı ortadan. A ilə B-də 8-dən sonraki ədədlərə baxacağım. 9'dur. Fikir verin, bu da 9'dur. Sonraki ədədə baxanda bunda 8, bunda isə 9 gəlir. Deməli, B, sonra isə A-dır. C B-dən, B də A-dan böyükdür. Cavab D bəndi. 9-cu sualda doğru deyil. Sona diqqət. Doğrudur və ya doğru deyil kimi verilir. A və bəndində elementi olmayan çoxluq boş çoxluqdur. Doğrudur. Sonra tək ədədlər çoxluğu sonludur. Səhvdir. Çünki ümumiyyətcə natural ədədlər çoxluğu sonsuz çoxluqdur. Deməli, tək ədədlər çoxluğu sonsuz çoxluq olmalıydı. Səhvdir. Sonra istənilən A çoxluğu ilə boş çoxluğun birləşməsi A çoxluğun özünə bərabərdir. Bəli, qaydada da qeyd eləmişdim. A birləşmə boş çoxluq elə A-dır. Lakin A kəsişmə boş çoxluq elə boş çoxluq. Yəni heç bir ortaq böləni yoxdur. Sıfırdır elementin sayı təbii ki boş çoxluqda. O zaman deməli D doğrudur. C də doğrudur. Fikir verin. İndi Y bəndinə baxaq. Natural ədədlər çoxluğu sonsuz çoxluqdur. Təbii ki, qaydada bilirik biz. Deməli, doğru cavab B bəndindədir. 10-cu sualda ifadələrdən hansı ştrixlənmiş hissəni müəyyən edir? Təbii ki, demişəm ki, birinci loru dilində deyirəm, qara hissələr, yəni rəngli hissəyə baxırıq. A ilə C rənglidir. Deməli, A ilə C-ni birləşdirib nəyi çıxıblar buradan? Nəyi kəsib götürmüşük? Həmişə deyirəm B-ni. Deməli, A birləşmə B-nə, daha doğrusu C-dən A ilə C-nin birləşməsi, yəni ümumi elementindən çıxıblar B-ni. Oldu cavab A bəndi. 11-ci sualın asan yolu da var. Vurub hesablamada. Mən hər hansı bir, belə deyim, hesablamanı deyirəm alt-alta eləyin. Amma asan yolunu da öyrətmişdim. Yadınızdadır, dedim ki, ixtiyari iki rəqəmli ədədi 11-ə vurma metodundan istifadə edirik. Neyinirik? 21 vurulsun 11. Bu Instagram səhifəmdə də və YouTube'da da yerləşdirmişəm. Asan, belə deyim, yollardır, üsullardır. Nə demişdik? 2-nin üzərinə 1 gələndə neçə eləyir? 3. Yəni toplayırıq ədədləri 3. Deməli olacaq 231. Fikir verin, bütün iki rəqəmli ədədləri 11-ə vurarkən ədədlərin cəmini ortada sadəcə yazırıq həmin ədədlərin arasında. Deməli oldu 231. 231-dən çıxıram 21-i. Birinci mötərizənin içinə əldə eləyirik. 21-i çıxanda eləyəcək 210. 210'u bölürəm 21'e eləyəcək 10. 10 plus 216'nı 36'ya böləndə eləyəcək 6. 10 plus 6 neçə eləyir? 16. Cavab Y bəndi. Doğru cavabdır. 12-ci sualda deyir 40 nəfər olan qrupa ən az neçə nəfər gəlməlidir? Yəni 40 uşaq var, belə deyim, nəfər var. Nə qədər əlavə etsək, həm 4-ə, həm də 9-a tam bölünər. Belə çıxır ki, 36-ya tam bölünər də, düzdür. Həm 4, həm də 9 nəfər olmaqla komandalara ayıra bilir. Deməli, 40 nəfər var. Fikir verirsiniz. Deməli, 4-ə 9-a bölünən, yəni əkob nədir? 36. Sonra nədir? 72. Sonra nədir? 108. Düzdür. 36 gedir. Deməli, 40 nəfər var. Ən azı neçə nəfər gəlsə 72 olar. Deməli, 32 nəfər gəlməlidir ki, 72 olsun. Həm 4-ə, həm də 9-a bölünsün. Cavab C doğru bənddir. Sonra 13-cü sualda əkob, yenə asan hesablama üsullarımdan istifadə edəcəm. Əkob və əbobun hesablanma qaydası. Bax, əbobu tapa bilərəm. Yadınızda demişdim ki, ixtiyarı verilən ədədlərin fərqini tapıram. 24-dən 20-ni çıxıram, neçə eləyir? 4. Fikir verin, 20 də 4-ə bölünür, 24 də 4-ə tam bölünür. Deməli, əbob neçədir? 4. Asan yol. Əkobu necə tapırdıq? Onu da qeyd eləmişdim. Zəhmət olmasa Instagramdan da izahlarıma baxın. Tez hesablama yolları var, üsulları. Əkob isə həmin ədədlərin hasilini böləcəm əboba. 4 ilə 24 xısar gedir 6, 6 vur 20, 120. Deməli, əkob da oldu 120. 120 çıx 4 neçə eləyir? 116. Cavab B doğru bənddir. 14-cü sualda aralıqlarının kəsişməsini tap deyir. Ədəd oxu üzərində 2, 15. Fikir verin, düz mötərizə varsa daxildir. Yumru mötərizə varsa daxil deyil deməkdir. Deməli, 2-ni həmişə demişəm, birinci daxil olanı
qaralayın. Daxil olmayanı isə, belə deyim, ədədi boş dairə ilə ifadə edin ki, seçə bilək. Deməli, bu bir çoxluqdur, bir aralıqdır. İkinci -1, 14. -1 daxil deyil, amma 14 daxildir, qaralayacağım. Lori dilində də bəzən istifadə edək. Aha. Bizə deyir kəsişmə. Kəsişmə nə idi? Hər iki çoxluğa aid olan elementlər. Fikir verin. Deməli, 2 ilə 14. Bax, bu çoxluğun cavabı edir, kəsişməsinə bərabərdir. Bax, bir bu var, bir də bu var. Bəzən uşaqlar deyir, hansını götürüb? Daxildir. Fikir verin, qaraladığım, belə deyim, hissə, qeyd elədiyim, bax, bu qara nöqtələrlə hissə daxildir deməkdir. Daxildir, yəni bu qiymətləri də alır. Onda düz mötərizə olur. Fikir verirsiniz, düz mötərizə. Amma bura boş olsaydı, daxil deyil demək. Yəni, bu ədədləri almır. O zaman E-ni götürərik. Deməli, doğru cavab C bəndidir. 15-ci sualda çəndə olan suyun 11-də 5 hissəsi sərf olunduqdan sonra. Fikir verin, çəndə olan su 11-də 11-dir tam şəkildə. İstifadə olundu 11-də 5-i. Bəs nə qədəri qalıb? Təbii ki, 11-də 11-dən çıxaram, 11-də 5-ini istifadə eləmişəm. Nə qədər qalıb? 11-də 6-sı. Deməli, çəndə qalan su 11-də 6-dır və 36 litr su qalıbmış. Deməli, 11-də 6 x-imiz 36-ya bərabər imiş. X də bərabərdir 36-nı vururam. Demişik, axı böləndə tərsinə çeviririk. 6-da 11-ə. O da eləcək 66 litr. Deməli, ümumi əvvəlcə nə qədər litr su var imiş? 66. Doğru cavab B bəndindədir. 16-da belə deyim, açıq suallar artıq başlayır. Deməli, belə bir misalımız var. Çox maraqlıdır və OTK suallarından biridir, belə deyim ki, bu il düşmüşdü, 2025 OTK-lardan biri. Deməli, burada nə edərəm? Buna toxunmuruq. Deməli, verilən düzgün olmayan kəsri qarışıq kəsrə çevirərəm. 4 tam dövrdə C bərabərdir. Burada 4 tam 3-də 2-dir. Düzdür? Biz bilirik ki, dövrü kəsrləri çevirəndə, bax, burada nə alacağıq? Dövrü kəsirlər tama dəymirik. Dövrdəki ədədlərin sayı qədər 9, dövrdəki ədədi isə surətə yazırıq. Bu saf dövrlərin çevirməsidir. O da bərabərdir 4 tam 3-də 2. Məxrəclər, bax, tamlar eynidir, üstündən xətt çək. 9-da C, bunu da 9-a gətirmək üçün 3 dəfə artırarıq. 9-da 6 edir. Deməli, C-nin qiyməti neçəymiş? 6. Doğru cavab C bərabərdir 6 olar. 17-ci sualda AB ədədlərinin hasili 720. Bax, belə şərti oxuyanda heç nə yada düşmür. Gərək onu şəkil formasında yazaq və ya qeyd eləyək. A və B ədədlərinin hasili deyəndə A vur B bərabərdir 720. Ortaq olmayan sadə vuruq C bərabərdir 20. Olarsa əkobu tap. AB hasili və C-dən ibarət belə bir düsturumuz vardı. Əkob nəyə bərabərdir? Kök altında A vur B vur C-yə. Düzdür? Deməli olacaq kök altında 720 vurulsun 20. O da bərabərdir kök altında 14400. Nə çıxır oradan? Təbii ki, 144-dən 12 çıxacaq, 100-dən də 10. O da bərabərdir 120. Deməli, cavab 17-ci sualda 120 olar. 18-ci sual hesablamadır. Təbii ki, 9 və 11-ci sinif buraxılış imtahanlarında bir sual 100% nədir? Hesablama. Bax, burada nə edərik? 4 tam 4-də 3-ü onluq kəsə çevirərəm. Məxrəc 4 isə 25-ə vuraram ki, ona 100-ə minə gəlsin. Deməli, 100-ə gətirəcəm. Bunu da 25-ə vuranda olacaq 4 tam 75. Çıx. 3 tam 75. Deməli, bu belə deyim, tamdan tamı çıxıram 1, kəsirdən kəsir çıxıram 0. Surət qaldı 1. Aşağı məxrəci necə hesablayırıq? Birinci düzgün olmayan kəsrə çevirirəm. 3-də 22 bölünsün 9-da 11. Bölməni necə yerinə yetirirəm? Birinci qalır, ikincini tərsinə çevirib hasilini tapırıq. 3 ilə 9-a ixtisar gedir, qalır 3. 22 ilə 11 ixtisar gedir, qalır 2. 3 vur 2, 6. Deməli, ümumi bu kəsirin cavabı 6-da 1-dir. Hətta kənarda da vur 6 var. 6-lar ixtisar gedir, qalır 1. Deməli, hesablama cavab 1. 19-cu sualda deyir, A və B qarşılıqlı sadə ədədlərdir. Yenə deyirəm, qarşılıqlı sadə ədədlərin heç bir ortaq vurğuları olmur. Sadə vurğularına ayrılışında, belə deyim, hər ikisində ortaq vuruq görmürük.
Deməli, əkob nəyə bərabərdir? Qarşılıqlı sadə ədədlərin əkobu A vur B-yə bərabərdir. 4AB çıx 30. Təbii ki, 30 keçir bu üzə 30 bərabərdir. Plus AB də keçir bu üzə 4AB minus AB. O da bərabərdir 3AB. Hər tərəfi 3-ə bölsək 10 bərabərdir A vur B. Fikir verin, deyir AB cəminin kiçik qiyməti. Cəmi, deməli, hasili 10-a bərabər olan ədədlər. 1 vur 10, sonra 2 vur 5, düzdür? Və bizə cəmin ən kiçik qiymət deyir. 1 vur 10, 10 eləyir də. 10 ilə 1-in cəmi neçə eləyir? Təbii ki, 11. 2 ilə 5 də qarşılıqlı sadədir. Qeyd edirəm yenə. 1 ilə 10 da qarşılıqlı sadədir. Yenə qaydanı yadınıza salıram. 1 ədədi ilə bütün ədədlər nədir? Qarşılıqlı sadədir. Yəni 1 ilə 11, 1 ilə 19, 1 ilə 20, lap 1 ilə 100. Necədir? Qarşılıqlı sadədir. 1 ilə bütün ədədlər. Və hasili 10 eləyən ədəd 2 ilə 5 var və salam bunlardır. Bunun da cəmi eləyir 7. Deməli, cəminin ən kiçik qiyməti neçədir? 7. Deməli, 19-cu sualda olacaqdı 2 plus 5 bərabərdir 7. Cavab 7. 20-ci sualla baxaq. 20-ci sualda çox maraqlı bir sualdır. Daha doğrusu testimiz var. Ədədin 3-də 2 hissəsinin üzərinə 3 əlavə etdikdə ədədin özü alınır. Ədəd nədir? X. 1 tam, yəni 1x. 3-də 3x deyək. 3-də 3. Bu ədəd bərabərdir nəyə? 3-də 2 hissəsinin üzərinə 3 əlavə etsək. Yəni 3-də 2 hissəsinin üzərinə 3 əlavə etsəm ədədin özü eləyir. İndi fikir verirsiniz, 3-də 3 1 tamdır da. 3-də 2-nin üzərinə neçə əlavə eləyib? 3-də 1 əlavə eləyib. Deməli, 3-də 1 hissəsi 3-dürsə, hissəsinə görə ədəd tapanda nə edirik? Ədədi hissə göstərin, ədədə bölürük. Yəni 3 vur 1-də 3. O da bərabər 9 və salam. Bu ədədi tapdım. Neçədir? 9-dur. 21-ci sualda deyir, 2 ədədin cəmi budur. Fikir verin. İndi sizə belə bir qraf şəklində yazacağım. Aha, bərabərdir 291. 21-ci sualda. Deməli, bu ədədlərdən birinin sonu 5-dir. Digərinin sonunu tapa bilərim. Yəni 5-in üzərinə neçə gələndə 1 eləyir? Təbii ki, 5-in üzərinə 6 gələndə 11 eləyir. 6 gəlirəm ki, 11 eləsin və 1 yadda neçədirsə 8, 1-in də yadda 9 eləyibdir. Deyir, bu rəqəmi silsək, ikinci ədəd alınır. Deməli, bu rəqəm yox, hə. 5-lə bitir və 5-i siləndə ikinci ədəd alınır. Demək, bu 6-dır. İndi burada diqqət. Fikir verin. Bunun deyir ki, bu ədədlərdən birinin sonu 5-dir. Deməli, bu 5-in üzərinə 6 gələndə 11 eləyir də, bir də yadda. Bax, bunu yadda saxlayın. Və deyir, bu 5-i silsək, ikinci ədəd alınır. Bu ikinci ədəddir. Bu birinci ədəddir. İkinci ədədin sonu nədir? 6. Demək, burada ikinci ədəd alması üçün bunun onluğu 6 imiş. Fikir ver, 6-ın üstə 5 gələm, 11, 1 yadda. 6-ın üstə 2 gəlməliyəm, 8 eləsin, 1 də yadda 9. Deməli, bu da neçədir? 2. İndi siz fikir verdiniz ki, 265 plus 26 eləyir 291. Düzdür? Doğrudan da 5-i siləndə nə alınır? İkinci ədəd. Diqqətlə geri çəkib izləyə bilərsiniz bir daha. Bəli, eləyir 291. Ədədləri tapdıq. 265 ilə 26-dır və bu ədədlərin kiçiyini tapdıq. Neçə elədi? 26. İkinci ədəd istəyir. Cavab 26. Daha bir maraqlı sual. 22-ci sualdır. Burada deyir ki, 0,72 ədədinin, təbii ki, bunu çevirə də bilərsiniz. Məsələn, necə oxuduq? %72 tamı yoxdur. 6-da 1 hissəsi, yenə ədədin hissəsini tapmaq üçün ədədi, hissə göstərin, ədədə vururuq. 6 ilə 72 ixtisar gedir, qalır %12. Çeviririk 0,12. Ədədin üzərinə 1,88 əlavə edin. Üzərinə gəlirəm 1,88. O da eləcə 10, 1 yadda 2 tam. Cavab neçədir? 2. 22-ci sualda. 23-cü sualda 100-dən kiçik bütün natural ədədlər 8-ə bölünən A çox. Deməli, burada A və B çoxluqlarla söhbət gedir. A çoxluğu, belə deyim, NA, 100-dən kiçik bütün natural ədədlərdən 8-ə bölünənlər. Necə tapırdıq? 1-dən 100-ə kimi 8-ə bölünən ədəd deyəndə 100-ə yaxın ən böyük ədədi götürüb 8-ə bölünəni 8-ə bölürdük 12 dənə. B çoxluğunda sayını tapa bilərəm. Deyir ki, 12-yə bölünənlər.
100-dən kiçik 12-yə bölünən. Yəni ən böyük 12-yə bölünən təbii ki, yenə 96-dır. Bölürəm 12, eləcə 8. 8 dənə də 12-yə bölünən var. Amma bizdən görün nə istəyir? A-dan B-ni çıxmaq. Yəni A-da olsun, amma B-də daha doğrusu olanları çıxıram. Bu nə demək? Yəni 8-ə və 12-yə ortaq bölünənlər, məsələn 24, 48, bildiniz nə demək istəyirəm? A-da olub B-də olmayanlar lazımdır. A çıx B nə edir? A çoxluğundan B-nin ortaq elementini çıxırıq, A-da qalanları yazacağıq. Bizdən isə sayını istəyir. Deməli biz A ilə B-nin ortaq, belə deyim, həm 8-ə, həm 12-yə bölünən kəsişməsini tapırıq. Kəsişən ədədləri 24-dür, çünki həm 8-ə, həm 12-yə bölünür. 100-dən kiçik. 48-dir, həm 8-ə, həm 12-yə bölünür. Ortaqlar. Sonra 60-dır, daha doğrusu 24 gəlim, 72-dir, həm 8-ə, həm 12-yə bölünür. Və bir də 96-dır. Həm 12, həm də 8-ə bölünür. Yəni ortaq bölənlərini çıxıram. Neçədə ədəd edir? 4 dənə. Deməli 12-dən 4-ünü çıxacağam. Yazıram bura. Dəqiqə. N. A çıx B. Yəni A-nın B-dəki ortaq elementlərin 4 dənəsini çıxdım. Yerdə qaldı 8. Cavab neçə oldu? 8. Deməli cavab 8. 24-cü sual çox, belə deyim ki, asan sualdır. Amma uşaqlar görəndə qorxur ki, bu necədir? Necə həll edəcəm? Bax, buna diqqət edin. Diaqramda A ədədinin müxtəlif sadə vuruqlardır. 2-dir, 3-dür, 5-dir görürük. A bərabərdir, belə yazım. 2 vur, 3 vur, 5. Müxtəlif sadə vuruqları və onların sayı verilib. Sayılar da bu istiqamətdə fikir verin, sayı verilibdir. Burada qeyd edilibdir. Yəni 2-dən neçədəndir? Çıxıram, baxıram neçədəndir? 3 dənə yazıram, 2 üstü 3. 3-dən neçə ədəddir? Baxıram ki, sayı 7-dir. Deməli 3 üstü 7. 5-dən neçə dənədir? Fikir verin. Sayırıq 4 ədəd. Olur 5 üstü 4. Yəni 2-nin kubu 3 üstü 7. Sonra 5 üstü 4 bu ədədin özüdür. Amma bizdən görün nə istəyir? Natural bölənlərinin sayı. Yadınızda demişdim ki, neçə sadə vuruğu var deyəndə sayırıq. Məsələn 3 dənə 2 var, 7 dənə 3 var, 4 dənə 5 var. Deyəcək ki, 14 dənə sadə vuruğu var. Neçə sadə böləni var desəydi, müxtəlif olan 3 dənəni deyərdik. 2 var, 3 var, 5 var. Amma natural bölən deyəndə saylarının üzərinə 1 gəlirik. 3-ün üstə 1 gələm 4, 7-ün üstə 1 gələm 8, 4-ün üstə 1 gələm 5. Hasilini tapıram, eləyir 160. Deməli, natural bölənlərin sayı 160 dənədir. 25-ci sualda ən böyük 3 rəqəmli ədədlə məxrəci 111 olan ən kiçik düzgün kəsirlərin hasili. Ən böyük 3 rəqəmli ədəd. Ən böyük 3 rəqəmli ədəd 999-dur. Məxrəci 111 olan ən kiçik düzgün kəsir 111-də 1-dir və bunun hasilini istəyir. Təbii ki, aşağısına 1 atırıq və kəsirlərin hasili deyəndə birinci ixtisara baxırıq. Hər ikisi də 111-ə gedir. Burada qalır 9, aşağıda 1. 9-u 1-ə böləndə eləcə 9. Cavab 9. 25-ci sual.